Salam, hörmətli dinləyicilər. Gəlin sizlə maraqlı bir həndəsə sualına baxaq. Əvvəlcə tapşırığın şərtini oxuyaq, sonra tapşırığı həll etməyə çalışaq. A, B, C, D, Y və F bir düzgün çoxbucaqlının ardıcıl bucaqlarının 6 dənəsidir. Bucaq ADF bərabərdir 135 dərəcə olduğuna görə düzgün çoxbucaqlının neçə tərəfi var? Gəlin biz bu tapşırığı həll etməyə çalışaq. Məlumdur ki, düzgün çoxbucaqlının tərəfləri və bucaqları bərabərdir. Biz düzgün çoxbucaqlının tərəfini A ilə işarə edək. Onda şəklə əsasən yaza bilərik ki, üçbucaq F7, F7 bərabər yanlı üçbucaqdır. Yəni, bucaq F bərabərdir bucaq D-yə, o da bərabərdir bir alfa olsun. Onda üçbucaq F7-də bucaq Y bərabər olur 180 minus 2 alfa. Digər yandan bucaq Y bərabərdir bucaq D-yə, bucaq D-yə, o da bərabərdir bucaq C-yə, o da bərabərdir bucaq B-yə. Yəni, bunlar düzgün çoxbucaqlının bucaqlarıdır. Deməli, məlum oldu ki, düzgün çoxbucaqlının bir daxili bucağı nəyə bərabərdir? 180 minus 2 alfaya. İndi digər yandan biz bucaq CDA-nı tapmağa çalışsaq, bucaq CDA-nı tapmağa çalışsaq, onda şəkilə əsasən yaza bilərik ki, biz 180 minus 2 alfadan çıxmalıyıq. Alfa üstə gələk 135-in zəmin. Buradan yazırıq ki, 180 çıxaq 2 alfa, çıxaq alfa, çıxaq 135. Buradan da alınır ki, 180-dən 135 çıxanda qalır 45. Mənfi 2 alfa, mənfi alfa edir, mənfi 3 alfa. Deməli, biz bucaq CDA-nın 45 minus 3 alfa olduğunu tapdıq. Digər tərəfdən DCBA 4 bucaqlısına baxsaq, DCBA 4 bucaqlısına baxsaq, bu 4 bucaqlı bərabər yanlı trapesiyadır. DCBA 4 bucaqlısı bərabər yanlı trapesiyadır şəkilə əsasən. Məlumdur ki, trapesiyada daxili bir tərəfli bucaqların cəmi nəyə bərabərdir? 180 dərəcəyə. Yəni, DCBA-dan yazıla bilərik ki, bucaq D üstə gələk bucaq C bərabərdir 180-ə. Bucaq D nəyə bərabərdir? Bucaq D, bucaq CDA-ya bərabərdir. Yəni, 45 minus 3 alfaya. Bucaq D-nin yerinə 45 minus 3 alfa yazıram. Bucaq C nəyə bərabərdir? Bucaq C-də dedik ki, düzgün çoxbucaqlının bucağıdır. Daxili bucağıdır. O nəyə bərabərdir? 180 minus 2 alfaya bərabərdir. Onu da yerinə yazıram. 180 çıxaq 2 alfa bərabərdir 180 dərəcəyə. Buradan 180'lar islah olsa, onda alırıq ki, 45 minus 3 alfa minus 2 alfa edir minus 5 alfa bərabərdir 0-a. Buradan alırıq ki, 45 bərabərdir 5 alfaya, yaxud da 5 alfa bərabərdir 45 dərəcəyə. Buradan da alfa bərabərdir 9 dərəcəyə. Deməli, bizə məlumdur ki, düzgün çoxbucaqlının bir daxili bucağı nəyə bərabər idi? 180 minus 2 alfaya. Alfanın da yerinə biz 9 yazsaq, 2 vuraq 9, orada bərabərdir 180 çıxaq 18, o da bərabərdir 162 dərəcə. Deməli, düzgün çoxbucaqlının bir daxili bucağı 162 dərəcədir. İndi biz düzgün çoxbucaqlının
Bir xarici buzağını tapmaq üçün biz 180 dərəcədən çıxmalıyıq 162 dərəcəni. Yəni bir daxili buzağı. Qalır 18 dərəcə. Deməli, düzgün çoxbucaqlının bir xarici buzağı 18 dərəcədir. Daha doğrusu xarici buzağı 18 dərəcədir. Onda biz məlum düstura əsasən yaza bilərik ki, 360 bölə n. Bir xarici buzağın dərəcə ölçüsü 360 bölə n-dir. Bu da nəyə bərabərdir? 18 dərəcəyə bərabərdir. Buradan yazarıq ki, 18n bərabərdir 360-a. 18n bərabərdir 360-a. Buradan da tapırıq ki, n bərabər nəyə? 20-yə. Yəni, bizdən tələb olunur ki, düzgün çoxbucaqlının neçə tərəfi var? Yəni, tərəflərinin sayı nə qədərdir? Deməli, düzgün çoxbucaqlının tərəflərinin sayı 20-dir. Baxaq, görək bu hansı varianta uyğun gəlir? Bu B variantına uyğun gəlir. Maraqlı tapşırıq idi. Diqqətinizə görə sağ olun, öyrənmək dəyərlidir. İnşallah yeni videolarda görüşərik.